Selamun Aleyküm ve Rahmetullah. Və aleykum salam. Şeyx, siz videolarınızın birində demişsiniz ki, Muaviyə radiyallahu anh döyüşdə hilə işlədib və bu hilə taktikasının bir hissəsi olaraq Quran-ı Kərimi nizələrin ucuna keçirib, düşmənə qarşı istifadə edib. Bu tarixi baxımdan doğrudurmu? Bu Qurana hörmətsizlik sayılırmı? Zəhmət olmasa bu məsələdə aydınlıq gətirin. Elhamdülillah. Bilirsiniz, el-harbu xida. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub. Hərb hiləli idi. Allatmaqdır və s. Təsirdir. Cürbəcür yollara icazə verilib orada. İndi Muaviyə radiyallahu anh hansı ki Həsən radiyallahu anh ona xilafəti verdi və düzgün elədi. Düzgün addım idi o. Sonra biz nəticəni gördük. 20 il İslam dövləti möhkəmləndi. Fəthlər davam elədi. Çünki Ali ibn Əbi Talib vaxtında fəthlər dayanmışdı. Və o bir üslub idi. O Quranı təhqir eləmək deyildi. Quranı təhqir eləmək deyildi. Çünki Muaviyə radiyallahu anh o ağıllı idi. Ağıllı idi və o Ali ibn Əbi Talibin qoşununda xavaric çox idi. O bir üslub idi. Bildi ki, xavariclər dayanacaq. Xavariclər çünki belə görürlər də, yəni ancaq bir belə yaxından 2-3 santimetri görürlər, vassalam, işte görmürlər. Elə bir ki, o cür təsir elədi. O Quranı təhqir eləmədi, Quranı yerə atmadı. Əksinə, ucaya qaldırdı Quranı. Sadəcə bir üslub idi o döyüşdə. Və doğrudan da o üslub, o nəticə verdi. Nəticə verdi. Ali ibn Əbi Talib gördü ki, qoşunu çəkildi. Ona görə sülhə getdi. Muaviyə ilə sülhə getdi radiyallahu anhuma. Bunu tənə kim gətirirlər Şeyx Qurana? Prosta sual budur ki, onlar məyər Qurana hörmət edirlərmi? Bilirsiniz, onların indi baxışlar, onlar tabii ki, tənə firqəsidir. Özü də kimlərə tənə edirlər? Peyğəmbərin ətrafına, ailəsinə, ətrafına, sadəcə bir neçə nəfəri şişirdirlər onların içindən. Məsələn, götür, Fatimə radiyallahu anh. Elə təqdim edirlər ki, biz Fatimə radiyallahu anh'ı istəmirik. Amma əslində bu yalandadır. Fatimə radiyallahu anh'a Ömər bin Xattabın qaynanasıdır. Həsən, Hüseyin, Ümmü Kulsum, Zeynəbin anasıdır. Peyğəmbər sallallahu aleyhi ve sellemin qızıdır. Yəni, Ayşənə radiyallahu anh'a və ya başqa zövcələrini Peyğəmbər sallallahu aleyhi ve sellem, Hafsənə radiyallahu anh'a, ümumiyyətlə, onlar hamısı əmi uşaqlarıdır, baba uşaqlarıdır və s. Onlar hamısı bir-birinə yaxındır qohumluqda. Hamısı yaxındır. Yəni, biz sevirik. Sadəcə bizdə şişirtmə yoxdur. Yəni, onlar, məsələn, çıxışlarına qulaq olsun, onlar alçaldırlar əlini əslində. Yəni, Ömər gəldi, bir dənə qapıya qoydu. Qapı da elə bir ki, belə möhkəm qapı idi. Fatıma radiyallahu anh qaldı qapının arasında. Əli ibn Əbi Talib də qıraqdan oturub baxır. Bizə görə Əli mərd idi, kişi adam idi. O heç vaxt qoymaz ki, Fatiməyə kimsə belə söyləsin, belə şey desin, belə hərəkət eləsin. Əksinə, bir tərəf elə fikirləşir ki, Fatiməni şişirtməklə, əks tərəfi alçatmaqla yaxşıdır. Amma əksinə, Əlini fikirləşməyiblər. Əlində alçanlar axı. Yəni, hansı bir sağlam fikirli insan bunu eşitsə deyəcək, bu nə danışır? Necə yəni, sonra da Fatimədən olan Ümmü Kulsumu Ömərə verdi bu hərəkətinə görə. Yəni, düz gəlmir. Düz gəlmir. Məntiq yoxdur bu şeydə. Və ya məsələn, tutaq ki, Ali ibn Əbi Talib radiyallahu anhu, Ömər bin Xattamın qaynatası. Yəni, onlar elə təqdim edirlər ki, onu. Və ya məsələn, öz uşaqların Ali ibn Əbi Talib Fatimədən sonra bir neçə qadın aldı radiyallahu anh'dan. Sonra aldı. Ömər qoydu adı, Osman, Əbu Bakır. Düzdür, bu onlara qəribə gəlir. Onlar bilmirlər bu necə yosunlar. Hətta eşitdim qardaşlar deyirlər ki, gör ki, Ömər qıraqdan qoyub olan adını. Yəni, Əli istəməyib. Yəni, onda Əli ailə kimi də, kişi kimi də onu zəif göstərirlər. Necə? Sən uşağın olur, qıraqdan gəlib kimsə ad qoyur, sən də deyirsən, qoy qalsın da. Bilirsiniz, hamısı yəni şişirtmək,
və ya psixoloji problem. Psixoloji problem də təsir eləyir belə şeylərə. Kim nə gəldi danışır. Elhamdülillah biz Əhl-i Beyti sevirik. Düzdür, ifrata varmırıq. Necə ki, o birisləri kimi. Biz demirik, Ömər Əlidən üstündür və ya bu ondan üstündür. Hamısı sahabədir, hamısı öz yeri var, hamısı öz fəziləti var. Belə də qəbul edirik. Amma qaldı ki, bu ondan yaxşıdır, o birisin tərifləyirik, buna alçaldırıq. Hələ şey olmaz, olmaz. Olmaz bu şəriətimiz. Allah Quranda deyir ki, onlardan razıdır. Onlar da Allahdan razı. Neçə ayə var? Allah şahidlik eləyir. Allah buna şahidlik eləyir. Ona görə hamısı səhv fikirlərdir, səhv. Aydındır. Allah sizdən razı olsun.